Salam, değerli dinləyici. Bugün sizinlə, bəli, elm tarixinin çox qəribə, hətta biraz mübahisəli bir küncünə baş vuracaq. Salam, həqiqətən də çox maraqlı bir mövzudur. Söhbət Alman nəzəriyyəçi fizik Pascual Jordan'ın təxminən 1930-cu 40-cı illərdə kvant biologiyası deyə bir sahə yaratmaq cəhdindən gedəcək. Çox iddialı bir cəhd olub. Bəli, bugünkü müzakirəmiz üçün əsaslandığımız mənbə Richard H. Baylor'ın məhz bu mövzuya aid dərin elmi araşdırmasıdır. Bizim də, belə deyim, məqsədimiz Jordan'ın bu işinin arxasındakı elmi fikirlər açmaqdır. Təkcə elmi fikirləri yox, həm də oradakı o konseptual gərginlikləri, ziddiyyətləri anlamaq. Düzdür və əlbəttə bütün bunların baş verdiyi o mürəkkəb dövrü, yəni nazist Almaniyasının mədəni, siyasi mühitini nəzərdən keçirmək. Niyə belə bir şey təklif etdi, axırı necə oldu? Bax, bu sualları aydınlaşdırmağa çalışacağıq. Bir anlıq təsəvvür edin də, siz kvant mexanikasının banilərindən birisiniz. Fizikanı kökündən dəyişən kəşflər etmisiniz. Hə, çox fundamental işlər. Və indi ağlınıza gəlir ki, bu inanılmaz dərəcədə qəribə, ağla sığmaz qaydaları götürüb həyatın özünə, biologiyaya tətbiq edəsiniz. Amma bununla da dayanmırsınız. Yox, işin ən qalis tərəfi də odur ki... Çalışırsınız ki, bu yeni elmi o dövrün hakim nazist ideologiyası ilə də bir növ əlaqələndirəsiniz. Jordan'ın hekayəsi bax budur elm, böyük ambisiya və çox təhlükəli bir ideologiyanın heyratamiz, hətta narahat edici bir qarışığı. Həqiqətən də bu sadəcə quru, abstrakt elm müzakirəsi deyil. Jordan'ın kvant biologiyası təşəbbüsü elmin konkret tarixi şəraitdə necə deyim, fəaliyyət göstərdiyini anlamaq üçün çox dəyərli bir nümunədir. Yəni elm təkcə laboratoriyada baş vermir. Əlbəttə yox. Elm həm dövrün o fəlsəfi axtarışlarına, suallarına cavab verməyə çalışır, həm də istər-istəməz mövcud siyasi güc strukturları ilə çox mürəkkəb, bəzən də açığı kompromislərlə dolu əlaqələrə girir. Bu hekayə elmin necə cəmiyyətin düz mərkəzində formalaşdığını göstərir. Yaxşı, onda başlayaq. Jordan bu kvant biologiyası ilə konkret nəyə çatmaq istəyirdi? Biologiyaya nə gətirmək idi məqsəd? Jordan'ın əsas hədəfi, öz sözləri ilə desək, kvant fizikasının gətirdiyi dünya anlayışımızdakı inqilabi transformasiyanı biologiya sahəsinə də, necə deyim, tətbiq etmək idi. İnqilabi transformasiya iddialı səslənir. Hə, çox iddialı. Və bunu edərkən, o ilk baxışda elə bil tamamilə bir-birinə zid görünən iki intellektual cərəyanı birləşdirməyə çalışırdı. Bir tərəfdən o, orqanist fəlsəfənin məqsədlərini mənimsəmişdi. Orqanist, yəni? Yəni, o dövrdə biologiyada çox yayılmış mexanistik baxışlara qarşı çıxan bir cəryan idi. Bilirsiniz, canlıları sadəcə mürəkkəb maşın kimi görən yanaşma. Orqanizm isə məsələn, Bertalanffy, Meyerabix kimi adlar var, həyatın bütövlüyünü, hissələrin cəmindən daha çox olduğunu vurğuluyurdu. Deməli, Jordan da həyatın sadəcə bir maşın olmadığını sübut etmək istəyirdi. Bu aydındır. Bəs o ikinci cəryan hansıydı? Ziddiyyətli dediyiniz. Bax, digər tərəfdən, o, bu antimexanistik hədəflərə çatmaq üçün tamamilə fizikalist vasitələrdən istifadə etməyi təklif edirdi. Yəni, müasir fizikanın, xüsusilə də kvant mexanikasının anlayışlarını, metodlarını, hətta metaforalarını birbaşa biologiyaya gətirmək. Bir dəqiqə, bu necə olur? Həm orqanizmin bütövlüyü, unikallığı, həm də onu fizika ilə kvant səviyyəsindəki hissəciklərlə izah etmək. Bunlar axı bir-birinə uyğun gəlmir elə bil. Necə uzlaşdırırdı bunları? Bax, bu Jordan'ın strategiyasının çox, necə deyim, incə nöqtəsidir. O, reduksionizm sözünün fərqli mənaları ilə çox məharətlə oynayırdı. Fəlsəfi səviyyədə determinizmə, materializmə qarşı çıxırdı. Bu, orqanizmlərin xoşuna gəlirdi əlbəttə. Aha. Amma metodoloji səviyyədə, yəni iş usulu olaraq, fiziki metodları tətbiq etməyi, orqanizmin funksiyalarını onun lap kiçik fiziki hissələrinin, məsələn, genlərin fəaliyyəti ilə izah etməyə təklif edirdi. Bu isə əslində reduksionist yanaşmadır. Yəni həm ona, həm buna oynayırdı. Fərqli qruplara fərqli mesajlar. Təxminən elə. Hər kəsə eşitmək istədiyini deməyə çalışırdı, öz mövqeyini gücləndirmək üçün. Olduqca strateji gedişi idi, bəli. Gəlin bu iki cəryanı biraz daha açaq, orqanisizm dedik. Niyə o dövr Almaniyasında, Weimar dövründə bu qədər populyar idi?
Orqanizm əslində biologiyada iki ifrat mövqeyə qarşı çıxırdı. Biri mexanizm idi, hər şeyi mexaniki qanunlara endirən, digəri də vitalizm, həyatı nəsə müəmmalı bir həyat qüvvəsi ilə izah edən. Orqanizm bu ikisinin arasında bir orta yol kimi idi. Əsas fikir nədir? Əsas tezis oydu ki, orqanizm bölünməz bir bütövdür və bu bütövlük onu təşkil edən hissələrin sadəcə cəmi deyil, daha artığıdır. Biologiyanın fizikadan fərqli, özünəməxsus qanunları var. Bəs niyə məhz Weimar Almaniyasında bu qədər populyar oldu? Baxın, Weimar dövrü Almaniyasında cəmiyyətdə texnologiyaya, sənayeləşməyə, materializmə qarşı müəyyən bir narahatlıq, bir əks reaksiya var idi. Həyatı həddən artıq analiz edib parçalamağa qarşı bir əhval-ruhiyyə. Orqanizm də elə bu əhval-ruhiyyəyə çox uyğun gəlirdi. Bertalan Fö, Meyrabik kimi alimlər də bu cəryanın tanınmış simaları idi. Hətta genetiklər arasında da deyəsən tərəfdarları var idi. Bəli, maraqlıdır ki, bəzi Alman genetikləri də orqanist fikirlərə yaxın idilər. Məsələn, onlar irsiyyətdə təkcə nüvənin yox, bütün hüceyrənin, sitoplazmanın da rolunu vurğulayırdılar. Çünki irsiyyəti ancaq genlərə bağlamaq onlara çox mexanistik, reduksionist görünürdü. Bu dövrü anlamaq üçün vacibdir. Yaxşı, bəs o biri qütb, hədəf nəzəriyyəsi. Bu, deyəsən, tamamilə fərqli bir dünyadan gəlir. Tamamilə fərqli, bəli. Hədəf nəzəriyyəsi əsasən fizik Friedrich Dessauer tərəfindən ortaya atılmışdı. Sonra fiziklər, biofiziklər, xüsusilə Timofey Vresovski, Karl Zimmer bunu radiasiya biologiyasında inkişaf etdirdilər. Mahiyyəti nə idi onun? Mahiyyəti fiziki təsirlərin, məsələn, rentgen şüalarının, ümumiyyətlə radiasiyanın bioloji obyektlərə, hüceyrələrə, bakteriyalara, hətta genlərə təsirini statistik riyazi yolla analiz etməkdir. Fərziyyə belə idi, orqanizmin içində radiasiyaya həssas çox kiçik mikroskopik bölgələr var, hədəflər. Hədəflər. Radiasiya kvantları bu hədəflərə təsadüfən dəyir, zərbə vurur və hər effektiv zərbə müəyyən bir bioloji nəticə verir. Məsələn, gen mutasiyası baş verir və ya hüceyrə ölür. Yəni, bu tamamilə fiziklərin iş usuluna əsaslanırdı, düzdür? Orqanizmin bütövlüyü falan yox, konkret kiçik hədəflər. Dəqiq elədir. Tamamilə fiziklərin təcrübələri, riyazi modelləri, statistikası və şübhəsiz ki, reduksionist idi, çünki mürəkkəb bioloji hadisəni kiçik hədəflərin fiziki zərbələrə verdiyi cavaba endirirdi. Almaniyada bunun mərkəzləri haralar idi? Əsas mərkəzlər Frankfurt idi, Dessauer və onun tələbəsi Rajevski, bir də Berlin Buchen. Orada məşhur rus genetiki Timofey Vresovski işləyirdi. Yanında da Karl Zimmer kimi fiziklər var idi. Onların məşhur bir işi də olub, deyəsən. Bəli, ən məşhur nəticələrindən biri 1935-ci ildə Timofeyev, Zimmer və gənc Alman fiziki Max Delbrück'ün yazdığı məqalə oldu. Sonradan buna Drei-Männer-Werk, 3 adamın işi dedilər. Orada hədəf nəzəriyyəsinə əsaslanıb deyirdilər ki, gen mutasiyası tək bir fiziki hadisə, çox güman ki, tək bir iyonlaşdırıcı zərbə ilə baş verir. Hətta genin ölçüsünü də hesablamışdılar, təxminən 1000 atomluq böyük bir molekul kimi. Bu iş əslində molekulyar biologiyanın yaranmasında çox vacib rol oynadı. Deməli, iki qütüb var. Bir yanda həyatın bütövlüyünü deyən anti-reduksionist orqanizm. Digər yanda orqanizmi kiçik hədəflərə, fiziki zərbələrə endirən reduksionist hədəf nəzəriyyəsi. Jordan bu ikisinin arasında necə körpü salmağa çalışırdı? Onun özünün nəzəriyyəsi nə idi? Jordan kvant mexanikasının o fundamental prinsiplərindən qeyri-müəyyənlik, ehtimallılıq çox təsirlənmişdi və klassik fizikanın o sərt determinizmini rədd edirdi. Düşünürdü ki, əgər mikrodünya qeyri-determinist isə, bəlkə elə həyat özü də fundamental səviyyədə qeyri-deterministdir. Və bunu biologiyaya necə tətbiq edirdi? Bax, bunun üçün o gücləndirici nəzəriyyə Verstarker teoriya deyə bir konsept irəli sürdü. İdeya belə idi, orqanizmlər, baxmayaraq ki, böyükdülər, makroskopikdilər, əslində onların həyat fəaliyyəti atom, molekul səviyyəsində baş verən tək-tək təsadüfi kvant hadisələri ilə idarə olunur. Təsadüfi hadisələrlə idarə olunur. Bəli, bu mikroskopik, qeyri-determinist hadisələr, məsələn, DNT-də təsadüfi bir kvant keçidi, orqanizmin öz strukturları tərəfindən sanki bir elektron gücləndirici kimi dəfələrlə gücləndirilir. Nəticədə makroskopik səviyyədə, yəni orqanizmin davranışında, inkişafında
böyük dəyişikliklərə səbəb olur. Bununla nə demək istəyirdi Jordan? Nəticə nə idi? Əsas iddia oydu ki, canlı orqanizm heç də klassik fizikanın dediyi kimi tam deterministik işləyən bir maşın deyil, mikrodünyanın o qeyri-müəyyənliyi bu gücləndirici mexanizmlər vasitəsilə makro dünyaya, yəni canlıya keçir. Bu da həyatın fundamental olaraq qeyri-mexaniki, qeyri-deterministik olduğunu göstərirdi. Jordanın məşhur bir sözü var, lom, maşın iddiası sadəcə səhvdir. Bu yəqin ki, orqanistlərin xoşuna gəlirdi. Əlbəttə. Nəzəriyyənin bu antimexanist ruhu əvvəlcə bəzi orqanistlərin, Berta Lamfsi, Mayer Abix, hətta psixoloq Kurt Goldstein'in marağına səbəb oldu, müəyyən rəğbət göstərdilər. Jordan özü də ilk məqalələrində işini orqanistik cərəyanla bağlayırdı. Ancaq güman edirəm ki, bu cür, necə deyim, biraz spekulativ görünən ideyalar hamı tərəfindən qəbul olunmadı. Xüsusilə də kvant fizikasının digər böyük adları və ciddi bioloqlar. Tamamilə doğrudur. Çox ciddi tənqidlər gəldi. Məsələn, Niels Bohr, Kopenhagen məktəbinin lideri, Jordanın yanaşmasını həddən artıq sadəlövh hesab edirdi. Bohr nə deyirdi konkret olaraq? Bohr düşünürdü ki, Jordan sadəcə köhnə klassik mexanizmini yeni kvant mexanizmi ilə əvəz edir, amma yenə də hər şeyi fiziki qanunlara endirməyə çalışır. Hətta istehza ilə belə yanaşmalara iatrokvantizm deyirdi. Iatrokvantizm. Maraqlı termindir. Yəni sanki bunlar hər dərdin dərmanını yeni tapılan kvant nəzəriyyəsində görən həkimlərdir. Iatros Yunanca həkim deməkdir. Bohr özü biologiya ilə fizika arasında daha mürəkkəb, tamamlayıcılıq prinsipinə əsaslanan bir əlaqə olduğunu düşünürdü. Jordanın bu birbaşa kvant effektlərini canlıya tətbiq etmə cəhdləri ona çox səthi görünürdü. Bəs bioloqların reaksiyası, onların tənqidləri yəqin daha konkret, daha empirik olurdu. Bəli, məsələn, bitki fizioloqu Erwin Bünning ya da bir hüceyrəliləri öyrənən Max Hartmann kimi bioloqlar daha praktik tənqidlərlə çıxış etdilər. Onların əsas argumenti buydu. Canlı orqanizmlər təsadüfi kvant sıçrayışlarının oyuncağı deyil axı. Əksinə çox stabildilər, özlərini tənzimləyirlər, davamlıdırlar. Yəni Jordanın dediyi kimi olsaydı. Əgər mikroskopik təsadüfi hadisələr gücləndirilib makroskopik nəticələrə səbəb olsaydı, bu orqanizmin nizamlı işləməsi üçün fəlakət olardı. Belə təsadüfi idarə etmə çox güman ki, xəstəliklə ölümlə nəticələnərdi. Və onlar konkret sübut istəyirdilər yəqin ki. Əqiq elə, deyirdilər ki, bu fəlsəfi mülahizələr yox, konkret eksperimental sübutlar lazımdır. Jordanın o gücləndirici mexanizmlərinin mövcudluğunu göstərən dəlillər hanı? Belə sübutlar isə əslində yox idi. Tələbi. Çox ciddi təzyiq idi. Jordan nə etdi? Geri çəkildi. Yox, geri çəkilmədi, amma strategiyasını xeyli dəyişdirdi. Məhz bu tənqidlər, xüsusən də o eksperimental sübut tələbi, Jordanı məcbur etdi ki, fəlsəfi söhbətlərdən, orqanistik ritorikadan biraz uzaqlaşıb, konkret, ölçülə bilən nəticələr verə bilən eksperimental yanaşmalara üst tutun. Hardasa 1937-ci ildən sonra o, öz gücləndirici nəzəriyyəsi üçün dəstəyi məhz hədəf nəzəriyyəsinin təcrübələrində axtarmağa başladı. Deməli, hədəf nəzəriyyəsi onun üçün bir növ laboratoriyaya çevrildi. Öz spekulativ nəzəriyyəsini orada yoxlamaq istəyirdi. Tam olaraq belə. Jordan, Berlin buxtaki o Timofeyev-Ressovski qrupu ilə Zimmer, Rompek kimi fiziklər də oradaydı. Çox sıx əməkdaşlığa başladı. O hədəf nəzəriyyəsinin nəticələrini, xüsusilə də o Drein-Menvek işini, yəni genin böyük molekul olması, mutasiyaların tək zərbə ilə baş verməsi fikrini öz gücləndirici nəzəriyyəsinin parlaq eksperimental təsdiqi kimi təqdim etməyə başladı. Necə yəni təsdiqi? Baxın, onun fikrincə, elə burada mikroskopik bir kvant hadisəsi, radiasiya kvantının genə dəyməsi, birbaşa makroskopik bioloji nəticəyə, irsi dəyişiklik olan mutasiyaya səbəb olurdu. Bu, onun axtardığı gücləndirmə effektinin konkret nümunəsi idi. Bu əməkdaşlıq hansı konkret təcrübələrə yönəldi? Nəyi yoxlayırdılar birlikdə? Əsas məqsədlərdən biri, hədəf nəzəriyyəsinin proqnozlarını daha dəqiq yoxlamaq idi. Məsələn, doyma effekti deyilən bir şey araşdırırdılar. Doyma effekti, o nədir? Hədəf nəzəriyyəsinə görə, əgər bir hədəfə təsir edib mutasiya yaratmaq üçün bircə zərbə bəs edirsə, onda çox yüksək radiasiya dozasında, xüsusən də sıx iyonlaşdıran şüalanma, məsələn,
Alfa hissəcikləri, sürətli neytronlar istifadə etsən, eyni hədəfə birdən çox zərbə dəyə bilər. Amma bu əlavə zərbələr yeni mutasiya yaratmayacaq. Çünki hədəf onsuz da birinci zərbədən dəyişib. Aha, başa düşdüm. Nəticədə vahid doza başına düşən mutasiya sayı yüksək dozalarda azalmalıdır. Yəni bir növ doyma baş verməlidir. Bax, bu effekti tapmaq, ölçmək həm hədəf nəzəriyyəsini, həm də dolayısıyla Jordanın gücləndirmə ideyasını yoxlamaq üçün vacib idi. Bu işlər üçün o dövrün yeni texnologiyalarından, məsələn, sürətli neytronlardan istifadə edirdilər. Hollandiyada Philips laboratoriyasında, sonra Berlin Buxunda xüsusi generatorlar qurulmuşdu, drozofil milçəkləri üzərində təcrübələr aparırdılar. Maraqlıdır. Jordan hədəf nəzəriyyəsinə bu konkret fiziki təcrübələrə yaxınlaşdıqca, onun əvvəlki o orqanist mövqeyi dəyişməyə başlamadı ki, axı hədəf nəzəriyyəsi özü reduksionist idi. Bax, bu çox vacib məqamdır. Baylor'ın məqaləsində də vurğulanır. Bəli, hədəf nəzəriyyəsinə eksperimental biofizikaya fokuslandıqca, Jordanın yanaşması getdikcə daha çox, belə deyim, reduksionist xarakter aldı. Necə yəni? O, daha çox fiziki izahlara, gen kimi konkret maddi strukturlara, molekulyar səviyyəyə önəm verməyə başladı. Hətta əvvəllər biraz maraq göstərdiyi, orqanistlərin bəzən xoşladığı o neolamarkçı fikirlərdən, yəni qazanılmış əlamətlərin irsən keçməsi ehtimalından tamamilə uzaqlaşdı. Genetikanın daha sərt, yəni hər şeyin genlərlə müəyyən olunduğu interpretasiyasına daha çox meyl etdi. Bu isə yəqin ki, əvvəlki bəzi müttəfiqləri olan orqanistlərlə yol ayrımı deməkdir. Potensial olaraq bəli. Onun elmi getdikcə daha çox fizikalist oldu. Və bütün bu elmi axtarışlar, əməkdaşlıqlar, fikir dəyişiklikləri Almaniyada nasist rejiminin tüğyan etdiyi bir vaxtda baş verirdi. Bu siyasi reallıq Jordanın işinə, özünü təqdimatına necə təsir edirdi? Öz kvant biologiyasını bu rejimə necə uyğunlaşdırırdı? Bax, bu Jordanın hekayəsinin ən qaranlıq, ən narahat edici hissəsidir. Bayler'in araşdırması göstərir ki, Jordan çox aktiv şəkildə öz kvant biologiyası layihəsini nasist ideologiyasının müxtəlif elementləri ilə əlaqələndirməyə çalışıb. Birincisi, o kvant fizikasının klassik determinizmi, materializmi sarsıtmasını nasist təbliğatının hədəfində olan liberalizmə, marksizmə qarşı bir elmi argument kimi təqdim edirdi. Yəni, müasir fizika güya nasizmin idealist fəlsəfəsini dəstəkləyirdi. Elə təqdim edirdi, bəli. Güya köhnə, materialist dünya görüşləri elm tərəfindən təksib olunmuşdu. Amma daha birbaşa, daha narahat edici bağlantılar da var idi. Məsələn, İkincisi, o öz gücləndirici nəzəriyyəsindəki, o mikro səviyyədəki idarə edici mərkəzlərin, yəni genlərin bütün orqanizmi idarə etməsi fikrini birbaşa nazistlərin Führer prinsipinə, yəni o avtoritar liderlik prinsipinə bənzədirdi. Hətta bunu idarə etmə prinsipinin təbiətdəki ən ekstrem realizasiyası adlandırmışdı. çox qəribə bir bənzətmədir. Çox narahat edici. Üçüncüsü, Jordan müasir genetikanın dəstəklədiyi o antilamarkizmi, yəni qazanılmış əlamətlərin irsən keçməməsi prinsipini, nazist irqi siyasətinin və irsi sağlamlıq proqramlarının təbii elmi əsası kimi göstərirdi. Hətta rəsmi sənədlərdə təklif etdiyi Kvant Biologiyası İnstitutunun vəzifələrindən biri kimi açıq-aşkar irsi sağlamlıq və irq tədqiqatını qeyd etmişdi. Bu artıq birbaşa siyasətdir. Özü də irqçi siyasətə dəstək. Çox ciddidir. Tamamilə. Əlavə olaraq, Jordan düşünürdü ki, kvant biologiyası kimi fənlərarası, böyük miqyaslı, mərkəzləşmiş bir tədqiqat proqramı modeli nasist dövlətinin tələb etdiyi o planlı, mərkəzləşmiş dövlətin gücünü artıran elm anlayışına tam uyğundu. Nəhayət, ümumiyyətlə elmi kəşfləri, xüsusilə nüvə fizikası kimi yeni güc vəd edən sahələri, indi də kvant biologiyasını, nasist dünya görüşünün həyatiliyinin, güc iradəsinin təsdiqi kimi təqdim edirdi. Bu yeni elmlər, yeni Reyxin sərhədsiz güc vasitələrinin simvolu olmalıydı. Çox ağır ittihamlardır əslində, amma sənədlərə əsaslanır deyirsiniz. Ancaq bir məqam var. Siz əvvəl dediniz ki, Jordanın ilham aldığı orqanizmizmin özü nasist rejimində heç də bir mənalı qarşılanmırdı. Bu necə ola bilərdi? Axı orqanizmizmdə antimaterialist idi. Bax, bu nasist Almaniyasının
o daxili reallıqlarının nə qədər mürəkkəb olduğunu göstərir. Nasist dövləti heç də vahid, monolit bir ideoloji quruluş deyildi. Əksinə, müxtəlif partiya qrupları, dövlət orqanları, ideoloji cərəyanlar arasında daimi rəqabət, mübarizə gedirdi. Tarixçilər buna polikratiya deyirlər. Yəni vahid mövqe yox idi. Yox idi. Ona görə də orqanizm kimi bir cərəyan bəzi nasistlər tərəfindən antimaterialist olduğu üçün təqdir edilsə də, digər, daha çox irqçi, sosial darvinist qruplar tərəfindən tənqid olunurdu. Məsələn, orqanist filosof Meyer Abixi bəzi nasist alimlər irqi reallıqları nəzərə almamaqda, hətta gizli katolik təsirləri altında olmaqda ittiham edirdilər. Bu da onun karyerasına mane olurdu. Deməli, Jordan Yalden belə bir qarışıq, təhlükəli mühitdə manevr etməyə çalışırdı. Tamamilə. O, öz kvant biologiyasını elə təqdim etməli idi ki, həm rejimin o antimaterialist fəlsəfi tərəfinə xoş gəlsin, həm də onun daha praqmatik, texnokratik, gücə yönəlmiş tərəfinə cəlbedici görünsün. Bu, tarixçi Jeffrey Herfin reaksioner modernizm dediyi şeyin, yəni siyasi cəhətdən mühafizəkar olmaqla yanaşı, ən müasir elm və texnologiyanı mənimsəyib, dövlət gücü üçün istifadə etmək cəhdinin tipik bir nümunəsi idi. Bu qədər mürəkkəb elmi və siyasi gedişlərin sonu nə oldu? Jordanın o, böyük ümid bəslədiyi kvant biologiyası institutu yarandı mı axırda? Yox, nəticə etibarilə Jordanın təsəvvür etdiyi kimi böyük, müstəqil bir kvant biologiyası institutu heç vaxt yaradılmadı. Müharibənin sonu, Almaniyanın bölünməsi bu planları pozdu. Onun əsas işlədiyi yer Berlin Buxtaki institut Sovet zonasında qaldı və sonra Şərqi Almaniyada başqa adla, başqa rəhbərliklə fəaliyyət göstərdi. Jordanın özünün siyasi keçmişi də problem yaratdı yəqin. Bəli, onun nasist dövründəki fəaliyyəti, partiya üzvlüyü, müharibədən sonra onun böyük bir elmi mərkəzə rəhbər təyin olunmasına mane oldu. Baxmayaraq ki, onun elmi təcrübəsindən istifadə etmək cəhdləri olmuşdu. Bəs elmi nəticələr necə oldu? Hədəf nəzəriyyəsi çərçivəsindəki o işlər biologiyada bir dönüş yaratdı mı? Elmi baxımdan da nəticələr qarışıq oldu, Jordanın ümidlərini tam doğrultmadı. Zamanla aydın oldu ki, hədəf nəzəriyyəsinin o sadələşdirici fərziyyələri, xüsusən tək zərbə modeli, əksər real bioloji proseslərin mürəkkəbliyini izah etmək üçün çox bəsitdir. Məlum oldu ki, radiasiyanın təsiri təkcə birbaşa zərbələrdən yox, daha mürəkkəb, dolayı effektlərdən, hüceyrənin öz təmir mexanizmlərindən də asılıdır. Yəni hədəf nəzəriyyəsi biologiyanın əsas nəzəriyyəsinə çevrilmədi? Xeyr, çevrilmədi. Radiasiya biologiyasında müəyyən rol oynadı, amma o qədər. Jordan özü də müharibədən sonraki illərdə tədricən bu mövzulardan uzaqlaşdı, daha çox fundamental fizika, nisbilik nəzəriyyəsi, kosmologiya ilə məşğul olmağa başladı. Bəzən Jordanın bu kvant biologiyası cəhdini molekulyar biologiyanın sanki uğursuz alternativi kimi göstərirlər. Bu, düzgün müqayisədir? Yox, bu cür uğurlu-uğursuz alternativ demək məsələni çox sadələşdirir. Əslində, həm Jordan, həm də Max Delbrück, Erwin Schrödinger kimi molekulyar biologiyanın pionerləri oxşar bir yerdən başlayırdılar. Fizikanın gücünü biologiyaya tətbiq etmək. Hətta eyni məqalədən ilham alırdılar deyəsən. O Dreymaner work. Bəli, hər iki tərəf o işi çox yüksək qiymətləndirirdi. Əsas fərq onların seçdiyi metodlarda, fəlsəfi yanaşmalarındaydı. Məsələn, Jordan orqanizmə, gücləndirici nəzəriyyəyə meyl edirdi. Delbrück isə daha çox informasiya, kod anlayışlarına və əlbəttə işlədikləri kontekstlər çox fərqli idi. Schrödingerin kitabı da çox təsirli olmuşdu axı. Həyat nədir kitabı, bəli, çox böyük təsirə malik oldu, bir nəsil fiziki biologiyaya gətirdi. Amma onun da orada dediyi bəzi konkret elmi fikirlər, məsələn, genin aperiodik kristal olması, nizamlılığın negativ entropiya hesabına yaranması, sonradan ya çox ümumi ya da tam dəqiq olmadığı üçün tənqid olundu. Yəni, elm tarixi elə mürəkkəbdir, sadəcə uğur və ya uğursuzluq hekayəsi deyil. Deməli, yekunlaşdırsaq, Pascual Jordan 20-ci əsrin ortalarında kvant mexanikasını biologiyaya gətirərək, kvant biologiyası adlı yeni, çox iddialı bir sahə yaratmaq istədi. Bəli, bu cəhddə o fəlsəfi orqanizmi fizikalist hədəf nəzəriyyəsi ilə öz gücləndirici nəzəriyyəsi altında birləşdirməyə çalışdı. Və bütün bu elmi fəaliyyət masist Almaniyasının o mürəkkəb, təhlükəli siyasi mühiti ilə çox sıx bağlı oldu. Jordan da öz işini bu rejimi uyğunlaşdırmaq üçün, belə deyək, aktiv addımlar atdı. Düzdür. Nəticədə isə bu böyük planla elmi, nə də institusional cəhətdən tam olaraq reallaşmadı.
Yordanın hekayəsi bizə bir daha göstərir ki, elm heç də fil sümüyündən güllədə cəmiyyətdən ayrı baş verən bir proses deyil. Heç də deyil. Elmi ideyaların yaranması, hansı sualların vacib sayılması, hansı işlərin maliyyələşməsi, hətta nəzəriyyələrin necə yozulması, bütün bunlar elmin içində olduğu cəmiyyətin dəyərlərindən, mədəni meyllərindən, siyasi reallıqlarından heç vaxt tam azad ola bilmir. Keçmişdə də belə idi, bugün də belədir. Bu həqiqətən də vacib bir xatırlatmadır. Bəs dinləyicimizə bu mürəkkəb hekayədən sonra son bir düşüncə üçün nə deyə bilərik, nəyə götürsünlər özləri ilə? Bəlkə də Yordanın biologiya baxışının bir aspekti üzərində düşünməyə dəyər. O, orqanizmin idarə olunmasını son nəticədə mikroskopik idarəedici mərkəzlərə, yəni genlərə verirdi. Onlara sanki bütün orqanizmi müəyyən edən sərt, demək olar avtoritar bir güc aid edirdi. Və bunu da o dövrün siyasi prinsipi ilə, Führer prinsipi ilə əlaqələndirirdi. Bəli, indi gəlin müasir dövrə baxaq, genetika, molekulyar biologiya haqqında müzakirələrə. Bəzən populyar elmdə, hətta bəzi elmi diskussiyalarda genlərin rolunun həddindən artıq şişirilməsini görmürükmü? Mürəkkəb xüsusiyyətlərin, davranışların birbaşa filan genlə əlaqələndirilməsi, genetik determinizmi meyilli ifadələr. Bu, sizə hansısa formada Yordanın o vaxtki yanaşmasını xatırladırmı? Maraqlı paralellikdir. Gündəlik həyatda, mediada genlər haqqında işlətdiyimiz dilə, metaforalara fikir verək. Genlərin bizi proqramlaşdırması, idarə etməsi, taleyimizi müəyyən etməsi. Bu dilin altında hansı fəlsəfi, bəlkə də fərqində olmadığımız hansı sosial və ya siyasi ön mühakimələr yata bilər. Genlərə bu qədər mərkəzi, idarə edici rol vermək, orqanizmin digər səviyyələrinin epigenetika, ətraf mühit, inkişaf prosesləri kimi mürəkkəbliyini və rolunu kölgədə qoymur ki? Bax, bu suallar ətrafında düşünmək bəlkə də elmə daha tənqidi yanaşmağımıza kömək edər. Həqiqətən də düşündürücü suallardır. Bu, çox maraqlı və dərin söhbət üçün təşəkkür edirik. Mən də təşəkkür edirəm. Sizə də diqqətiniz üçün təşəkkür edirik, əziz dinləyici. Ümid edirik ki, Pascal Yordanın kvant biologiyası yaratmaq cəhdinin bu çox qatlı hekayəsi sizin üçün də maraqlı və düşündürücü oldu. Gələcək araşdırmalarımızda yenidən görüşənədək sağ olun.